Salam, hər vaxtınız xeyir olsun. 59 tipli tapşırıqlara baxalım. Görəyin bu tapşırıqlar necə həll olunur. Fikir versəz tapşırıqda birlərin sayı da çoxdur. 2, 4, 5, 6, 7, 8, 9, 10 dənə 1 var burada. Yadda saxlayaq. Burada 10 dənə 7 var. Burada da 2, 4, 8 dənə də simvol burada var. 7'si 3'dür, 1'i də 2'dir. Və bunların üstünə 4 gəlib. Mən bu 4'ü parçalayacağım. Hər birini ayrı-ayrılıqda ədədlərin yazılan qiymətlərin üstünə gələcək ki, gördüyünüz bunlar ən böyük ədədlərdir. Məsələn, birinci ikilik say sisteminin ən böyük 10 rəqəmli ədədidir. İkinci 8'lik say sisteminin ən böyük 10 rəqəmli ədədidir. Üçüncü də dörtlük say sistemində verilən 7'si böyük, biri isə kiçik olan, lap kiçik deyil, yəni 2'yə bərabər olan ədəddir. Mən indi bundan birini ayırıb ikiliyin üzərinə gələrəmsə, bu ikilik say sisteminin ən kiçik 11 rəqəmli ədəd eləyəcək. Birini 8'in üzərinə gələrəmsə, 8'lik say sisteminin ən kiçik 11 rəqəmli ədəd eləyəcək. Sonuncunun üzərinə gələrəmsə, bu da dörtlük say sisteminin ən kiçik 9 rəqəmli ədəd eləyəcək. Bəs yaxşı, bu proses necə olacaq? Gəlin ona baxaq. Əgər əlimizdə 10 dənə 1 varsa, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Bunun üzərinə 1'i gəlsəm, o 4'dən birini çıxsam, burada 3 qalacaq. 1'in üstünə 1 gələndə 2 eləyir. 2 ikilik say sistemində yoxdur. 2'ni kənarda bölürük 2'yə. 1 eləyir, 0 qalıq qalır. Həmən qalığı yazırıq, 1 yaddaşa gedir. Və bu 1'i hesablamaq istəsəm, yaddaşdakı 1 gəlir bunun üstünə, yenə 2 eləyir. Yenə eyni proses. Qalıqdakı 0 yazılır 1 yadda. Bu 1'in üzərinə bu 1'i gələrəmsə 2 eləyir. O da ki 1. Yenə 0 eləyir 1 yadda. Və beləcə bu proses gedir lap sona qədər. Ən sonuncu rəqəmi bunu hesablayan zaman yenə qalıqdakı 1'i gəlirik üstünə 2 eləyir. Yenə 0 yazırıq 1 yadda. Nəticədə 2, 4, 6, 8, 9, 10. Görürsünüz 11 rəqəmli ədəd eləyir. Bəs yaxşı, 11 rəqəmli ədəd ikilik say sistemində necə yazılır? 2 üstü 10 kimi yazılır. 2 üstü 10 kimi yazılanda 10-cu indeks var deməkdir. 9 yoxdur, 8 yoxdur, 7, 6, 5, 4, 3, 2 bu formada gedir ta ki 0'a qədər və 10 rəqəmli ədəd alınır. Deməli, əlimizdə nə var hal-hazırda? 2 üstü 10 var. İndi 7'ləri yazağın. 7'lər də 10 dənə 7'dir. Bu qaydada gedir. Yenə bunun üstünə 1'i gəlsək, yenə eyni proseslər baş verir. 7'nin üstünə 1 gələndə 8 eləyir. Nəzərə alırıq ki, biz 8'lik say sistemindəyik. 8'i yaza bilmərik və 8'i kənarda bölürük 8'ə. İçində bir dəfədir 0'da qalıq qalır. Qalığı yazırsınız 1 yadda və növbəti bunun yanındakı 8'in üstünə 1'i gələndə yenə 8 eləyir. Yenə 8'i 8'ə böləndə 0 eləyir, 1 qalıq qalır və bu proses bu formada gedir. Ən sonunda da 1 qabağında yazılır. Bu yaddaşdakı saxladığımız 1 ən sonunda qarşısında yazılır. Deməli 2, 4, 5, 6, 7, 8, 9, 10. Bu da eləyir 10 rəqəmli. 10 daha doğrusu 1 də artıq olur. Çünki 7 özü 10 rəqəmli idi. 11 rəqəmli ən kiçik ədəd eləyir. Bu da nə deməkdir? Bunun üstünə gəlirəm bir dənə 2 yox, daha doğrusu 8'lik say sistemindəyik. 8 üstü 10. Yəni 11 rəqəmli ədəd deməkdir. Və növbəti əgər 4'lük say sistemində yazılan bu ədədi hesablamaq istəyiriksə 2, 3, 4, 5, 6, 7 bir dənə də 2'miz var idi 8. Bunun üzərinə o bayaqki 4 vardı. 4'ü parçaladım. Birini gəldim ikiliyin üstünə, birini gəldim 8'liyin üzərinə. Burada qalıb 2'də. İndi bunun üzərinə bir dənə bu 2'ni gələcəm. 2'nin üstünə 2 gələndə 4 eləyir. Unutmuruq dörtlük say sistemindəyik. Dörtlük say sistemi 4'ü tanımır. Ona görə 4'ü kənardan bölürəm 4'ə. 1 eləyir, 0 qalıq qalır. Qalığı yazıram 1 yadda. Və sonra növbəti bu 3'ün üzərinə yaddaşdakı 1'i gəldikdə yenə 4 eləyir. Yenə 4'ə 4'ə böləndə 0 eləyir, 1 qalıq qalır. Və bu formada bunlar davam eləyir. Hər bir 3'dən biz 0'ı alırıq və bir dənə də 1 keçir qarşıya. Beləliklə burada nə alırıq? 2, 4, 6, 8, 9 rəqəmli ədəd alırıq. Bunu da bu formada yazırıq. 4 üstü 8 kimi yazırıq. İndi yaxşı, gəlin görək bunları necə hesablayarıq. Əlimizdə var 2 üstü 10, 8 üstü 10 və 4 üstü 8'imiz var. Bunu deyir ki, bizə 16'lıq say sisteminə deyirdi də. Bir dəqiqə baxaq bir də 16'lıq say sisteminə keçirin deyirdi. Mən bunu yazmalıyam. Hamısını 2'nin qüvvətləri ilə göstərim. 2 üstü 10 üstə gəlsin. Gəlin bunu lap qarşıya çəkək. Deməli 2 üstü, buradan 8 üstü 10'u qarşıya çəkək. Bu böyük ədəddir.
4 üstü 8-i də qarşıya çəkək böyük ədəddə. 2 üstü 10 isə kiçik ədəddə arxaya çevirək bunu. 8 olur 2 üstü 3 üstü 10, yəni 30. 4 olur 2 üstü 2 üstü 8 16 və bu da 2 üstü 10 edir. Bunu 4'lük 16'lıq say sistemində göstərmək üçün 2-nin 4'ü üstü 4 kimi qüvvətində göstərməliyəm. 30'u 4'ə bölürük. Burada eləyir 7 dəfə götürsək 28. 28. Bir dənə də 2 üstü 2'yə vursam, bu yazılış bizə 30'u verir. 4 vur 7 28. 28'in də üstünə 2 gələndə 30'u verir bizə. Üstə gələnsin 2 üstü 4'ü göstərmək üçün üstünə 4 yazaram. Bu da bizə 16'nı verər və sonuncu onu göstərmək üçün üstünə 2 yazaraq 8'i verər. Bir dənə qarşısında 2 üstü 2'yə vursaq, bu da bizə 10'u verir. Və nəticədə nəyi görürəm? 7-ci indeksdə, baxın bu 2 üstü 2 4'dür, 4 var. 6 yoxdur, 5 yoxdur, 4-cü indeksi var, 1 yazırıq. 3-cü indeks yoxdur, 2-ci indeks var, 4'dür yazıram. 1-ci indeks yoxdur, 0-cı indeks yoxdur. Və olur bu 16'lıq say sistemində. Və orada testdə cavabda səhv düşüb. Bu hissəni 5 kimi veriblər. Bu hissə 5 deyil, 4-dən başlayır deməkdir. Bu da olur Y variantı. Daha sonra növbəti tapşırığa baxaq.